Dələduzluq cinayəti Cinayət Məcəlləmizin 178-ci maddəsində öz əksini tapır və həmin maddəyə görə dələduzluq dedikdə bu aldatma və ya etibardan sui-istifadə, yəni ya bu aldadılma formasında həyata keçirilməlidir və yaxud da etibardan sui-istifadə formasında özgəyə məxsus olan əmlakı qanunsuz, belə əvəzsiz olaraq ələ keçirmə başa düşülür. Yəni, dələduzluq edən şəxsin niyyəti özgəsinə məxsus olan əmlakı və əvəzsiz olaraq əldə etməlidir. Cinayət hüquq nəzəriyyəsində cinayətlər tərkibə görə maddi tərkibli, formal tərkibli və kəsik tərkibli cinayətlərin növləri fərqlənir.